Herkese salam. Bu videoda DİM-in 20 sınaq toplusuna baxacağıq. Bildiyimiz kimi bu sınaq toplusu 4-cü qruplar üçündür və burada 10 sınaq mövzu sınağı, son 10 sınaq isə ümumi sınaqlardır və biz ümumi sınaqlardan birincisinə baxırıq hal-hazırda. Birinci sualımızda kalsium karbid plus su, kalsium plus su, kalsium nitrit plus su. Bu reaksiyalar verilib, ümumi olan nədir o soruşulur. Hər birindən kalsium hidroksid alınır. Bəli. Ümumiyyətlə kalsium karbid, kalsium nitrit, fosfid, silisid bunların hər birinin üzərinə su gəldikdə oradan kalsium hidroksid alınır. Məsələn, kalsium karbidin üstünə su gələndə kalsium hidroksid üstəgəl C2H2 alınacaq. Kalsium üstəgəl H2O qələvi torpaq metalları adi şəraitdə su ilə reaksiyaya daxil olaraq qələvi əmələ gətirə bilirlər. Kalsiumun üzərinə su gələndə, daha doğrusu kalsiumun üzərinə su gələndə kalsium OH2 üstəgəlinsin H2 alınacaq. Daha sonra kalsium nitrit üstəgəlinsin su. Burada da eyni qaydada bayaq dediyimiz kimi istər nitrit, istər karbid, fosfid, silisid bunlardan hər hansı biri olsun, hər birində kalsium hidroksid alınacaq. Ümumiyyətlə bu nitrit, karbid, silisidlərin, həmçinin fosfidlərin üzərinə su gəldikdə metala uyğun hidroksid alınır hər birində. Ümumi qaydamız bu şəkildədir. Nitridin üzərinə su gəldiyimiz üçün burada NH3 alacağıq. Fosfid olsaydı pH3 alardıq. Silisid olsaydı silan alardıq. Karbidlərdə isə iki fərqli versiya var. Kalsium karbid üzərinə su gəlmişik. Ona görə buradan C2H2 alınıb. Amma alüminium karbid üstəgəl su yazsaydıq, o zaman CH4 alınardı. Təbii ki, alüminiuma uyğun hidroksid olaraq da alüminium OH3. İndi bizə lazım olan düzgün variantlardır. Kalsium hidroksid alınır, bir doğrudur. Qaz halında maddə alınır. Bəli, hər birində. C2H2 asetilen qaz halında maddədir. Alkinlərin ilk nümayəndəsidir. Hidrogen ən yüngül qazdır. NH3 yenə qaz halında xarakterik qoxuya malik olan bir maddədir. İkinci götürdük. Oksidləşmə reduksiya reaksiyasıdır. Hər bir oksidləşmə reduksiya reaksiyasıdırmı? Gəlin bir-bir baxaq. Məsələn, birinci reaksiya oksidləşmə reduksiya reaksiyası deyil. Burada kalsium müsbət 2, karbon mənfi 1, hidrogen müsbət 1, oksigen mənfi 2. Sağ tərəfə baxıram. Kalsium yenə müsbət 2, dəyişilmədi. Oksigen yenə mənfi 2, hidrogen müsbət 1, karbon mənfi 1, hidrogen müsbət 1. Burada heç bir elementin oksidləşmə dərəcəsi dəyişmədiyi üçün oksidləşmə reduksiya reaksiyası deyil. İkinci reaksiya oksidləşmə reduksiya reaksiyasıdır. Xırdalığına qədər baxmağa ehtiyac yoxdur. Çünki biz artıq burada bəsit maddə görmüşük. Bəsit maddə varsa, bu nədir? 100% oksidləşmə reduksiya reaksiyasıdır. Üçüncü reaksiya oksidləşmə reduksiya olmayacaq. Baxaq yenə də. Müsbət 2. Nitritlərdə azot mənfi 3 olur. Ümumiyyətlə, metalın yanında azot minimum oksidləşmə dərəcəsi göstərməlidir. Ona görə azot burada mənfi 3 oldu. Hidrogen müsbət 1, oksigen mənfi 2. Kalsium yenə sabit müsbət 2-dir də birləşmələrdə. Ona görə burada müsbət 2. Oksigen mənfi 2, hidrogen müsbət 1. Hidrogen burada müsbət 1, azota qaldı mənfi 3. Heç bir element yenə də dəyişilmədi. Azot mənfi 3 idi, mənfi 3 olaraq qaldı və ya kalsium müsbət 2 olaraq qaldı. Deməli, ümumi olan cəhətlərdən biri oksidləşmə reduksiya reaksiyası deyil. Sadəcə bir dənəsi oksidləşmə reduksiya reaksiyasıdır, qalan ikisi deyil. Dəyişmə reaksiyasıdır. Deməli, birinci və üçüncünü dəyişmə reaksiyası kimi götürə bilərik, amma ikincini yox. Çünki ikincidə əvəz etmə gedir əslində. Kalsium üstəgəlinsin HOH. Buradan biz hidrogeni əvəz eləyirik. Yerinə kalsium qoyub kalsium OH2 alırıq. Plus hidrogeni də əvəz eləyib çıxartdığımız üçün bəsit maddə şəklində H2 şəklində alırıq. Yəni, dəyişmə reaksiyası da bunlar üçün ümumi deyil. Cavab 1 ilə 2 A variantıdır. Sikloalkan.
İkinci sualda bizə sikloalkan verilib. Yer molekulunda karbon atomlarının sayı ikili karbon nə qədərdir məlum deyil. Üçlü karbon 2 dənədir. Dördlü karbon 1 dənədir. Və X minimal karbon atomludursa, o deməkdir, yəni X-da karbon atomlarının sayının minimum olduğunu nəzərə alsaq, normalda topluda bu formada yazılır bu cümlə. Yəni təxminən bu formada. Z-i müəyyən edin. Yəni biz elə bir şey yazmalıyıq ki, bu sikloalkan olsun, tərkibində bir dənə dördlü karbon olsun, 2 dənə üçlü karbon olsun və karbonlarının ümumi sayı minimal olsun. Ona əsasən də ikili karbonun sayını müəyyən eləməliyik. Bunun üçün əvvəlcə belə bir qaydamız var, bunu bilməliyik. Həmişə bizə ikili, üçlü, dördlü karbon atomlarının sayı ilə bağlı tapşırıq veriləndə biz başlamalıyıq dördlüdən. Yəni dördlüdən, daha mürəkkəbdən belə deyək. Dördlü verilməyibsə, sadəcə birli, ikili, üçlü verilibsə, başlamalıyıq üçlüdən. Mürəkkəbdən sadiyə doğru bu karbon atomlarını qrafik formulumuzda qeyd eləməliyik. Məsələn, minimal karbon atomlu olması üçün mən siklumu üçbucaq şəklində çəkəcəm. Ən az sayda karbonum siklopropandadır. Ona görə də siklumu üçbucaq şəklində çəkdim ki, siklopropana uyğun çəkdim ki, karbonum minimal olsun. Bu qaydanı belə deyək, hələ ki nəzərə aldım. Sonra yenə bu qaydaya toxunacağıq. İndi mənə lazımdır dördlü karbonum olsun. Bir dənə amma. Dördlü karbonum bir dənə olsun. Bura CH3. Bura CH3. Bir karbonun dördlü olması demək nə deməkdir? O karbon özünə 4 dənə karbon birləşdirib birbaşa olaraq. Yəni, mən bunu, baxın, bu formada yazsam, daha açıq şəkildə yazıram da, ola bilər ki, ümumiyyətlə, üzvü kimyadan anlayışı olmayanlar da bu videonu izləyirlər. Tam məlumatı ola bilməsi üçün biraz daha aydın formada yazdım. Deməli, daha doğrusu anlaşıqlı ola bilməsi üçün. Baxın, bu təpələrin hər birində bir dənə karbon yerləşir. Normalda bura CH2-dir, CH2, bu da CH2-dir. Biz bu hidrogenləri hələ ki yazmırıq, çünki dördlü, üçlü karbon atomlarını yazandan sonra baxacağıq ki, hansı karbona hidrogen lazımdır. Yəni 4 valentliyə tamamlamaq üçün hansı karbona hidrogen yazmalıyıq. İndi bunu mən dördlü elədim bayaq. Bura CH3 yazdım bir dənə, burada CH3 yazdım. Niyə başqa radikal yazmadım? Sırf CH3 yazdım. Çünki birincisi burada belə deyək də minimal karbon atomu olmalıdır. İkincisi də ki, bu karbon dördlü olmalıdır deyə bu tərəfdən 2 dənə karbon birləşdirib özünə birbaşa. Bu xətlə bu karbonu birləşdirib, bu xətlə də bu karbonu birləşdirib. 2 dənə birləşdirib. 2 dənəsini də birləşdirməliyəm birbaşa olaraq. Və elə eləməliyəm ki, karbon sayı minimal olsun. Ona görə hərəsində bir dənə karbon olan radikal yazdım. CH3, CH3. Tamam, bunu yazandan sonra üçlü karbonu düzəltməliyəm 2 dənə. Bunu da yenə üçlü olması üçün bu dəfə bir dənə xətt çəkirəm, yazıram CH3. Amma bu karbon 3 valentli oldu axı. Bunun yanında bir dənə hidrogenini yazıram ki, bu karbonda 4 valentli olsun. Axı bilirik ki, karbon 4 valentli olmalıdır. Bir dənə CO da 3 valentlidir. Qalan bütün birləşmələrdə biz karbonu 4 valentli olaraq görmüşük. Deməli, burada da CH yazıram, bunu CH3 yazıram. Yenə minimal karbon məsələsinə görə bunu CH3 olaraq qeyd elədim. Amma deyir, üçlü 2 dənə olsun da. Bir dənə üçlü burada, bu CH. Bir dənə də üçlü bu. Aha. Karbonun sayı minimal oldu. Yəni, əlimdən gələn qədər elə elədim ki, artıq karbon yazmayayım. Bunu dördlü eləmək üçün 4 tərəfində karbon düzəltdim. Bunu üçlü eləmək üçün 3 tərəfində karbon. Bunu da üçlü eləmək üçün 3 tərəfində karbon düzəltdim. İkili karbonum varmı? İkili karbon nədir? Özünə bilavasitə 2 dənə karbon birləşdirəm. Burada ikili karbon yoxdur. Dediyimiz kimi bu üçlüdür. Bu da üçlüdür.
Bu dördlüdür. Yerdə qalan CH3'lər də hər biri birli karbondur. Bizdən üçlü karbon sayını istədiyi üçün cavab burada da A variantı olacaq. Üçüncü, HCHO formaldehid. Bunu CH2O şəklində də, molekul formulu şəklində yaza bilərik. Formaldehidin heksamerləşməsindən C6H12O6 alınır kalsium hidroksid iştirakında. C6H12O6 glikozadır. Glikozanın 3 fərqli qızqırma reaksiyasını öyrənirik. Süd turşusuna qızqırma, yağ turşusuna qızqırma və etil spirtinə qızqırma reaksiyası. Süd turşusuna qızqıran zaman əlavə məhsul alınmır. Sadəcə 2 mol C3H6O3 alınır. Burada da yenə əlavə məhsulumuz yox idi. Soruşur ki, reaksiyalar üçün ümumi olan nədir? Bir maddə alınır. Bəli, heksamerləşmədən bir dənə maddə alırıq. Əlavə məhsulumuz yoxdur. 6-ya vurmaq deməkdir də heksamerləşmə belə loru dildə desək. 6 dənə karbon, 12 dənə hidrogen, 6 dənə oksigenimiz oldu. Əlavə məhsul yoxdur. Burada da əlavə məhsul yoxdur. Bir maddədir. Birincini götürdüm. Karbohidrat alınır. Bizim burada neçə dənə reaksiyamız var ümumiyyətlə? 2 dənə reaksiyamız var. Bu reaksiyadan karbohidrat alınır. Bu düz. Amma bu reaksiyadan karbohidrat alınmır. Adı üstündə bu süd turşusudur. Turşudur bu. Karbohidrat deyil. Baxmayaraq ki, formulu karbohidratların ümumi formuluna uyğun gəlir. CnH2O M şəklində yazsaq və N bərabərdir M, o da bərabərdir 3 yazsaq, bu formulu alırıq. C3H6O3'ü alırıq. Amma karbohidratlar, monosaxaridlər dərsində öyrəndiyimiz kimi süd turşusu həmçinin formaldehid də bu kateqoriyaya aiddir. Formulu karbohidratların formuluna uyğun gəlsə də özü karbohidrat olmayan maddələrdir. Deməli, karbohidrat alınmadı ikinci reaksiyada. Birincidə alındı, ikincidə yox. Bizə ümumi olan lazımdır. Karbonun kütlə payı dəyişmir. Bu maraqlıdır. Buna baxaq. Deməli, birinci reaksiyada CH2O-dan C6H12O6-ya gəlmişik. CH2O-da karbonun kütlə payı nə qədər idi? 12 bölünsün. 12 üstəgəl 2, üstəgəl 16. 14 üstəgəl 16 eləyir 30. 12 bölü 30 vur 100. Bunun kütlə payı bu. Sonra C6H12O6-da, yəni bu 40% də belə deyək. 40%. Daha sonra deməli, C6H12O6-da necə olacaq? 6 vuraq. 12, 72, birbaşa yazıram elə, 72. 12-ni hardan tapdım? Bunun ayrına vurdum da 6 vurulsun karbonun ayrı, 72. Hidrogen 12-dir. Deməli, burada yazacağıq 72 üstəgəl 12. 6 vur 16 da nə qədər eləyər? 6 vur 16 eləyər 60 üstəgəl 36, 96. Vurulsun 100. Bunu da bir hesablayaq. Görək burada karbonun kütlə payı nə qədərdir? 72-ni nəyə bölməliyik? 72 üstəgəl 12 eləyir 84. 84-ün üstünə 96 gələndə eləyir 180. Vurulsun 100. Bu sıfırla bu sıfır getsə. 72 18-ə bölünəndə 4 qalır. 4 vur 18, 40 üstəgəl 32, 72 eləyir. 4-ü də 10-a vuranda 40%. Deməli, birinci reaksiyada həqiqətən də karbonun kütlə payı dəyişilmədi. İkinci reaksiyada necə olur? İkinci reaksiyada da baxıram yenə. 3 vur 12, 36. Bölünsün. 36 üstəgəl 6, 42 eləyir. Onun da üstünə 3 vur 16. 16 oksigenin ayrıdır. 3 vur 16, 48. Bu nə qədər eləyər? 90. Deməli, 36 bölünsün 90, vurulsun 100. Bu da 40% elədi. Demək ki, həqiqətən də karbonun kütlə payı bu iki reaksiyanın ikisində də dəyişilmədi, ümumidir. Parçalanma reaksiyasıdır, xeyr. Birinci reaksiya heksamerləşmə reaksiyasıdır, ikinci reaksiya qızqırmadır, parçalanmanın bir növü kimi götürmək olar. 1-3.
Cavab D variantı. Daha sonra dördüncü suala baxaq. Dördüncü sualda nə deyir? Turşular. Sulfat turşusu, ortofosfat turşusu. Sulfat turşusu biz bilirik ki H2SO4'dür. Ortofosfat turşusu H3PO4'dür. Molekulunda pirabitələrin sayı vurulsun 100. Molekulunda polirabitələrin sayı. Birinci X-ı göstərir. Altda yazdığı Y-i göstərir. Belə başa düşdüm ki, burada ya çapda səhv var, texniki səhv var. Ya da ki, məntiqi olaraq tapmağımızı istəyiblər ki, yuxarıda yazılan pirabitə sayı vurulsun 100 X-ın qiymətini göstərir. Aşağıda yazılan polirabitə sayı Y-in qiymətini göstərir. Yəni, başqa bir versiyası bunun ola bilməz. Baxaq indi H2SO4-də pirabitənin sayı nə qədər olacaq? Yazaq. HO qrafik formulunu yazırıq əvvəlcə. Turşuların qrafik formulunu yazanda nə etmək lazımdır? Həmin turşunun əsaslığını təşkil edən hidrogen atomlarını alt-alta yazırıq. Hərəsinə bir dənə oksigen birləşdiririk. Sonra həmin oksigenləri mərkəzi elementimizə birləşdiririk. Axırda baxırıq ki, nə qədər oksigenimiz qalıb. 4 oksigen yazmalıydım, 2 oksigeni yazmışam, ikisi qalıb. Yerdə qalan 2 dənə oksigenin hərəsini 2 dənə rabitə ilə bu mərkəzi elementə birləşdirirəm, yəni 2 qat rabitə ilə. Deməli, bu sigma, bu pi. Təşkilatlar onsuz da hamısı sigmadır. Bu sigma, bu pi. 2 dənə pi rabitə var. Pi rabitə sayı vurulsun 100. Aha, burada bölmə olaraq soruşulur. Biraz bunu daha aydın yazsalar, əslində daha başa düşülən olardı. Baxın, molekulunda pi rabitə sayı bölünsün. Molekulunda poler rabitələrin sayı vuraq 100. X üçün sulfat turşusunda bu qiyməti tapmalıyıq. Y üçün ortofosfat turşusunda bu qiyməti tapmalıyıq. İndi aydın oldu sual. Bizdən nə istəyir belə? Loru dillə desək. 2 bölünsün nə? Molekulunda poler rabitələrin sayı. Burada olan rabitələrin hamısı poler rabitədir. 4 vurulsun 2, 8 dənə poler rabitəmiz var bu molekulda. 2 bölünsün 8, vurulsun 100. Bu eləyəcək nə? Deməli, 4də 1, 25%. X-a uyğun gələn cavabımız 25%-dir. Y üçün yenə eyni qaydada qrafik formulumuzu quracağıq. HO. 3 əsaslı turşu olduğu üçün 3 dənə hidrogen alt-alta yazdım. Hərəsinə bir dənə oksigen. Mərkəzi elementim fosfordur, birləşdirdim fosfora. Bir dənə oksigenim qalıb, həmin oksigeni də 2 qat rabitə ilə yazdım. Neçə pi rabitəm oldu? Sigma pi, bir dənə pi var. 2 qatım axı bir dənədir. Ona görə bir dənə pi var. Bir dənə pi-ni nəyə bölməliyəm? Poler rabitələrin sayına. Burada da poler rabitələrimin sayı 8 dənədir. Ümumiyyətlə, bir-bir saya da bilərsiniz xəttləri. Cəmi 8 dənə rabitədir və hər biri poler rabitədir. Poler rabitə nəyə deyilir? Daha yığcam şəkildə desək, daha yadda qalan şəkildə desək, deməli, müxtəlif qeyri-metal atomları arasında yaranan rabitə poler rabitədir. Kitablarda indi qaydası bu formadadır ki, elektromənfiliyinə görə bir-birindən az fərqlənən qeyri-metal atomları arasında yaranan rabitə poler rabitədir. Qısaca desək, əgər burada poler rabitə soruşulursa, müxtəlif qeyri-metallar arasında yaranana baxmalıyıq. Əgər qeyri-poler soruşulursa, eyni qeyri-metallar arasında, məsələn, xlor-xlor rabitəsi kimi. O qeyri-poler olardı. İndi 1-i neçəyə böləcəm? Yenə də 4 vurulsun 2, 8-ə böləcəm. Vurulsun 100. Bu da eləyəcək 12,5%. Cavab B variantı.
Daha sonra davam edək. 5-ci sual. Amonyakın katalitik oksidləşmə reaksiyasında 48 qram oksigen reaksiyaya daxil olarsa, oksidləşmə məhsulunu və onun kütləsini qramla müəyyən edin. Deməli, əvvəlcə biz nə etməliyik? Amonyakın katalitik oksidləşmə reaksiyasını yazmalıyıq. NH3 plus O2 alınır NO plus H2O. Diqqətli olaq. Əgər yanma reaksiyası desəydi, o zaman N2-H2O yazardıq. Oksidləşmə reaksiyası dediyi üçün NO-H2O yazırıq. Və burada təbii ki, reaksiyanı yazdıqdan sonra ilk olaraq etməli olduğumuz şey əmsallaşdırmaqdır. Azotlara baxıram, eynidir. Hidrogenlərim burada 3-dür, burada 2-dir. Bura 3, bura 2 yazsam, burada 2 yazsam, oksigenlərim burada 5 dənədir, burada 2 dənədir. Buna 2,5 yazsam, nə qədər oldu? 2 azot, 2 azot, 6 hidrogen, 6 hidrogen, 5 oksigen, 5 oksigen. İndi burada əmsallar tam ədədlərlə ifadə olunsun deyə bütün əmsalları 2-yə vururam. Bu 2,5-i 5-ə çevirim deyə. Oldu bu şəkildə. Aha. Təbii ki, əmsalları əzbər bilib də yazmaq olar. Mən bunları bir-bir ona görə izah edirəm ki, belə deyək, əgər əmsallar əzbər yadınızda qalmırsa, o zaman vəziyyətdən bu şəkildə çıxa biləsiniz. Oksidləşmə reaksiyasında 48 qram oksigen reaksiyaya daxil olur deyir. Yazıram bura 48 qram. Özüm də görürəm ki, normalda nə qədər oksigen reaksiyaya daxil olur? 5 vurulsun 32 qram. 5 vurul 32 qram da nəyə bərabərdir? 160 qram. Yuxarıya yazıram birbaşa 160 qram. Yəni 10 dənə ayrı oksigen. 5 vur 2, 10 dənə ayrı oksigen. Ayrı oksigenimiz də 16-dır, 160 qram elədir. 160 qram oksigen reaksiyaya daxil olanda biz burada yazacağıq nə qədər oksidləşmə məhsulu alınır. Ona əsasən 48 qrama da hesablayacağıq ki, həmin nisbətə uyğun nə qədər alınmalıdır. Ümumiyyətlə, oksidləşmə məhsulu nəyə deyilir? Oksidləşmək bir də reduksiya prosesi var. Baxın, hər hansısa bir element elektron verərsə, bu zaman o oksidləşmiş sayılır. Elektron vermək oksidləşmək deməkdir. Və həmin prosesin məhsulu oksidləşmə məhsuludur. Məsələn, burada fikir verək, azot -3-dən gəlib azot -2-yə. El -3-dən el -2-yə gələ bilmək üçün -3-dən qurtulmalıdır, axı müsbətləşib çünki bunun yükü. Demək ki, mənfini, yəni elektronu verib. Neçə dənə elektron verməlidir ki, bu -3-dən -2-yə gəlsin. Baxın, təsəvvür eləyin, bu bizim ədəd şkalamızdır. Oksidləşmə dərəcələrini burada qeyd eləyək. -1, -2, -3. -3-dən -2-yə doğru gəlmək istəyirəm. Neçə addım gəlməliyəm? 1, 2, 3, 4, 5. 5 addım. Deməli, 5 dənə elektrondan qurtulmalıyam. Əgər oksidləşmə dərəcəsi müsbətə doğru gəlirsə, ya da belə deyək, artırsa, o zaman elektron itirilməlidir. Yox, tərsinə olsa, o zaman element atomu və yaxud da ki, hissəcik yenə elektron almalıdır. Elektron alanda reduksiya prosesi baş verəcəkdir və burada alınan məhsulumuz olacaqdır reduksiya məhsulu. Bizə indi hal-hazırda lazımdır oksidləşmə məhsulu. Oksidləşmə məhsulumuz M-2-nin olduğu, bax bu NO-dur. NO almışıq biz. Nə qədər alınır normalda? 4 vurulsun 14 üstəgəl 16. Bunun nömeri 14 üstəgəl 16-dır. Burada ayirləri qeyd olunub. 4 vur 30, 120. Yəni normalda 160 qram oksigen reaksiyaya daxil olanda 120 qram oksidləşmə məhsulu alınırmış. 48 qramdan da X. X bərabər olacaq nəyə? Deməli, 10 dəfə azaldacağım. 0 getsin. 12. 16-nı 48-ə gətirmək üçün 3-ə vurmuşam. 12-ni də 3-ə vuracaq. Eləyəcək 36 qram. Deməli, NO almalıyıq və nə qədər almalıyıq? 36 qram almalıyıq. C variantı oldu. Hansı maddələrlə reaksiyada kükürt dioksid oksidləşdirici xassəsə göstərir?
Kükürt dioksid bilirik ki, həm oksidləşdirici ola bilir reaksiyalarda, həm də reduksiya edici. Bu da onda kükürdün aralıq oksidləşmə dərəcəsində olması ilə bağlıdır. Yəni, bu molekulda kükürd müsbət 4 göstərir deyə biz bunu müsbət 6-ya da keçirdə bilirik, müsbət 2-yə ya da 0-a da, ya da mənfi 2-yə də sala bilirik. İndi, SO2-nin üstünə O2 gəlsək, fikir verək, SO3 alınır buradan. Temperatur katalizator iştirakında gedir reaksiyamız. Katalizator olaraq vanadyum 2O5 və ya NO götürə bilərik və bundan asılı olaraq homogen, heterogen kataliz olacaq. Məsələn, NO götürsək homogen, vanadyum 2O5 götürsək heterogen kataliz olur. Burada kükürd müsbət 4-dən müsbət 6-ya gəlib. Müsbət 4-dən müsbət 6-ya gəlmək nə deməkdir? Yəni, elektron itirib də bu. 2 dənə elektron itirib, müsbətə doğru gəlib. Oksidləşmə prosesidir. Amma buradakı bu, S müsbət 4 reduksiya edicidir. Niyə? Çünki oksidləşmə və reduksiya paralel baş verən proseslərdir. Əgər bu element özü oksidləşirsə, demək ki, yanındakı elementi, hökman deyil buna birləşik elementi olsun. Yəni, burada reaksiya zamanı oksidləşmə dərəcəsi dəyişilən digər elementi məcbur eləyir ki, reduksiya olsun. Yəni, özü oksidləşir, başqasını da reduksiya olmağa məcbur eləyir. Ona görə, bax, bu oksidləşən elementə biz reduksiya edici deyirik. Oksidləşdirici olmadı burada, reduksiya edici oldu. Demək ki, biz indi bir dənə ümumiləşdirsək bunu, görərik ki, reduksiya edici olanda oksidləşmə dərəcəsi artıb. Müsbət 4-dən müsbət 6-ya gəlib. O zaman bizə oksidləşdirici xassə göstərməsi lazımdırsa, S müsbət 4-dən daha az olana keçməliyik. Yəni, məsələn, S müsbət 2-yə, S 0-a bu formada. SO2-nin üstünə, yəni bunu silək. SO2-nin üstünə H2 gəldik. S plus H2O alınır. S müsbət 4-dən gəldi 0-a. Azaldı. Azaldısa deməli burada oksidləşdiricidir. 2-ni götürdüm. Daha sonra SO2-nin üstünə natrium OH gəlsəm. Bu oksidləşmə reduksiya reaksiyası deyil. Burada sadəcə belə deyək, adi ya turş duz alacağıq, ya nisbətdən asılı olaraq normal duz alacağıq. Natrium HSO3. Birin birə götürdüm, natrium HSO3 alacağım. Heç bir oksidləşmə dərəcəsi nə edəcək? Dəyişilməyəcək. Ona görə üçüncünü götürə bilmərəm. Oksidləşmə dərəcəsi dəyişmirsə, burada nə oksidləşdiricidən söhbət gedə bilər, nə də reduksiya edicidən. SO2 üstə gəlinsin H2S yazsaq, bu turşu oksidi ilə turşunun reaksiyaya getdiyi istisna reaksiyalardandır. S üstə gəlinsin H2O alınır. Müsbət 4-dən 0-a gəlib, oksidləşmə dərəcəsi kükürdün, SO2-dəki kükürdün oksidləşmə dərəcəsi azalıb. Ona görə SO2-dəki kükürd nədir? Oksidləşdiricidir. Amma H2S-dəki kükürd mənfi 2-dən 0-a gəlib. Ona görə də H2S-dəki kükürd reduksiya edicidir. Bizə lazımdır SO2 oksidləşdirici xassə göstərsin. Burada da SO2 oksidləşdirici xassə göstərib. Cavabımız 2 və 4 olacaq. Yedinci suala da baxaq. Yedinci sualda nə verilib? CnH2-nin üstə gəlinsin 1 OH doymuş bir atomlu spirtin ümumi formulu verilib. Bunu bir araya yığsaq, CnH2-nin üstə gəlir ki, O şəklində yaza bilərik. Düzdür, indi mən burada daha rahat yaza bilmirəm. Ona görə indekslər biraz qarışıq görünə bilər sizə. Bu formada yazsaq daha aydın olacaq. Aha, üstə gəlinsin O2. Niyə? Çünki deyir, bir molunun tam yanmasından alınan maddələr filan. Bilirik ki, burada o zaman yanma reaksiyası getməlidir. Üstünə O2 gəldim. Bütün üzvü maddələr yananda CO2 üstə gəlinsin, H2O alınır.
Əmsalları da yenə özümüz müəyyən eləyirik. N dənə karbon var bunun 1 molunda. Daha doğrusu N mol karbon var 1 molunda və ona görə də bura N yazırıq. N üstə gəlinsin 1 bura yazırıq. Hidrogenləri bərabərləşdirmək üçün. Sonra nə olur? 2N N üstə gəl 1 nə qədər eləyir? 3N üstə gəl 1. 3N üstə gəlinsin 1 qədər oksigenim sağ tərəfdə var. Sol tərəfdə də elə eləməliyəm ki, 3N üstə gəl 1 oksigen olsun. Bir dənə oksigen burada var. Deməli, bu hissədə 3N oksigen olmalıdır. O zaman mən bunu belə yazaram. 3N bölünsün 2. Hansı ki, bunu da 2-yə vuranda, indeksdəki 2-yə vuranda 3N dənə oksigen verəcək bizə. Yəni, 3N oksigen buradan alacaq, 1 oksigen də buradan eləyəcək 3N üstə gəl 1. Burada da yenə 3N üstə gəl 1 oksigen var idi. Aha, əmsallaşdırdıq. 1 molunun tam yanmasından alınan maddələrin kütlələri cəmi. Biz elə 1 molun yandırmışıq. Görürəm ki, burada normalda 44 N qram CO2 alınır. 44'ü hardan tapdım? CO2'nin emerini hesabladım. Emer hesablamakta rahat bir şeydir. Karbonun ayrı, üstü gəlinsin 2 vur oksigenin ayrı. Buradan 44'ü tapdım, vurdum əmsalına 44'den elədim. En üstə gəl 1 H2O. En üstə gəl 1 H2O-dakı verəcək deməli 18, en üstə gəl 18. Yenə H2O-nun emerini də hesabladım, 18 elədi. 18'i vurdum, en topla 1'ə, bu qiyməti aldım. Bunların ikisinin cəmi verilən şərtə görə 266 eləməlidir. Altmış 2N üstə gəl 18 bərabərdir 266. İndi bunu hesablayaq. 266-dan 18 çıxanda nə qədər eləyir? 266 çıxılsın 18 verər bizə 248. N nəyə bərabər olar? N bərabər olar 4-ə. X-i hesablayın. X nədir? Molekulunda hidrogen atomlarının sayı. Biz dedik ki, N bərabər 4-dürsə, 2N plus 2 sayda da bunun hidrogeni var. N'in yerinə 4'ü qoysaq, 2 vur 4, üstə gəlinsin. 2 bərabərdir 10 olar. Bu da 7-ci sualın cavabı.